Əziz qardaşlar, bura Cəbrayıl şəhəridir. Bir neçə saatdan sonra şəhid anamızın 40 məclisidir. 15 sabahla da 16 gün. 16 gündə görülmüş işləri göstərmək istədim. 16 gündə. Seymur qardaşımız, Salih qardaşımız. Yorulmayasın Seymur qardaş. Salih qardaş yorulmayasın. Allah səni var eləsin ay Salih. Allah sənin canı sağlığı versin. Seyran çok sağ ol Seyran. Çok sağ ol, var ol ay Seyran. Allah canını sağ eləsin. Həmişə sizinlə. Mübarək ata yorulmayasınız. Çox sağ olun. Allah əbəd eləsin. Allah ümumi şəhidlərimizin ruhu şad eləsin. Mehman sağ ol ay Mehman. Allah canını sağ eləsin ay Mehman. Allah sana var eləsin. Görülən işlər Mübarək ata çox bir sözləri deyəcəksən, hamısını bir çıxım, gedim. Səyyaf, yorulmayasın ay Səyyaf. Yorulmayasın ürəyim. Şəhid atası. Şəhidlərimizə rəhmət eləsin. Əziz qardaşım sən də Allah sizi var eləsin. Ata, yorulmayasan ürəyim. Sağ olun, sağ olun Allah. Allah balanın ruhunu şad eləsin. Sağ olun Allah. Bütün Allah canımı sağ eləsin. şəhid eləsin. Sağ olun Allah hamısını kömək olsun. Sizlərlə birə. Əziz qardaşım, var olasan. Yaxşı ki varsan. Yaxşı ki varsan, bax bizim Allah şəhidlərimizə rəhmət eləsin. Allah o dünyaya sevdirsin. Allah sənin də canını sağ eləsin ki, sən bu şəhidlərimizi daimi yad edirsən. sizlərin sayəsində. Mən bu kadrı çəkməkdə məqsədim odur ki, yenə bax budur. Bax budur güc. Bax budur bax Salih. Sən tək deyirsən Salih, görürsən bu qədər insanların içində gör nə qədər rahat. Biraz dincəldi. Yorulmur. Adam işləməyən də yorulur. Adam işləməyən də yorulur. Biz həmişə sizinlə komandasının hələm bir qismidir. Köpək yoxdur ki, Allah hamısının köməyi olsun. Burada bir gün iştirak edən bir qismidir. Başqa sahədə də işləyən qardaşlarımız var. Köpək yoxdur, bu gün onların rəhləri bizim yanımızdadır. Allah canlarını sağ eləsin. Allahdan onlar hər birinə həyatda olan bütün arzuların həyata keçirsin. Allah heç vaxt bir də torpağımızda müharibə eləməsin. Heç bir anaya, atıya şəhidim var sözü deyilməsin. Heç bir anaya, atıya da çəkilməsin. Bir də əlbəttə ki, bu günləri həmi biz həmişə sizinlə komandası ilə, həm xalqımızla, həm dövlətimizlə, həm dövlət rəhbərimizlə qürur duyub fəxr edirik ginən ki, bax, görülən işlərdən də bax, görsünüz nə gözəllik. Onun üçün də yaşasın xalqımız, yaşasın dövlətimiz, yaşasın Ali Baş Komandanımız. Çox sağ olun. Sağ olun əzizlərim. Yorulmayasınız. Mən istəyirəm hamısı görünsün. Yenə Seymur qardaş, Allah səni var eləsin Seymur. Sən bizi atmadın, sən bizi böyük elədin. Bax bu gözəl işləri görməyə vəsilə oldun, səbəb oldun, kömək oldun, dəstək oldun. Eşadı tək qoymadın, bizi Eşadın başına yığdın. Sağ ol ay əzizim. İndi də qoyub görülən işləri göstərdim. Eşad qardaşımız da həmişə baxsın, sevinsin ki, bu az bir vaxtda Allah anasının ruhunu şad eləsin. Bir dənə Mehman, o qabaq tərəfi də səndən bir yerdə. Eşad qardaşımız özü də orada. Sabah anasının 40-ıdır, Bakıda 40 məclisi, burada 40 məclisi, Almanya'da 40 məclisi. Yenə də bizi qoyub getmədi. Bizlə oldu. Əminəm ki, biraz təskinlik tapdı da. Əminəm biraz təskinlik tapdı. Sabah bunun davamı olacaq. Ustalarımızın 5'i dincəlir səhər sübh namazdan sonra davam edəcəklər inşallah. Dediyim kimi bu görülən iş 15 iş günü desək tam dəqiq deyim 12 gün iş gününə əlsə gəldi bax buralar. Həm anamız da dünyasını dəyişdi. Və anamız özünlə bir yerdə burada məzarı dağıdılmış şəhidlərimizi bir-bir göstərəcək. Məzarı dağıdılmış şəhidlərimizi bir-bir göstərəcək indi. Hələ anamızın sabah 40'ıdır, baxın məzar daşı qoyulmuyor. Məzar daşı qoyulmuyor, amma sabahları inşallah qutaracaq. Bəlli səbəblərə görə
biraz gec başladık desək daha doğru olar. Burada muzey olacaq. Dağıdılmış məzarlardan çıxan daşlar, daş parçaları dağ kimi yığılacaq ora. Üstündə yazılmış daşlar, tarixlər, bu torpağın sahibləri olan, məzar sahibləri olan, bu vətənin sahibləri olan babalarımız, ulu babalarımızın baş daşlarında yazılmış tarixi. Bax orada muzeyin önündə olacaq. Ora qoyacaq. Şəkilləri bir tanıtaq. Gəlib qardaşlarımız da görsünlər. Anamızın şəhadətindən 40-cı gündür. Sabah 40-cı gün olacaq ki, bax bu qardaşlarımızın da adlarını əbədiləşdirmiş olduq. Qədir qardaşımızın rəhmətli anamız, yəni Eyşadın anası Qədir qardaşımızın nəşini görmədi. Qədir qardaşımız peşəkar hərbiçi idi və Qədir qardaşımızı illərlə ana gözlədi. Əfsuslar olsun ki, gözü yolda qaldı anamızın. Nəşi tapılmadı. İnşallah ki, o da tapılar. Eyşad qardaşımızın gözü yoldan çəkilər. Məzarı dağıdılmış qardaşlarımız da burada. Ruhin qardaşımız da sürgünlükdə dünyaya gəlmiş. Qaçqınlıqda dünyaya gəlmiş qardaşımızdır. Aprel döyüşündə öz vətəni uğrunda canını verdi. 2016-cı ildə. Ona görə də xalqın istəyi ilə atanın ruhu şad olsun deyə Ruhin qardaşımız da bura vurdular. Babamız 1909-cu ildə dünyaya gəlib, 90-cı ildə dünyasını dəyişib. Bax, babamızın məzarın sümüklərini biz yığdıq. Sonra torpağın altından kəlləsini tapa bilmirdik, onu da tapdıq. Kəllə sümüyünü. Ayaq altlarından bir-bir sümüklərini yığdıq, kəfənlədik, qoyduq. Zinyat nənəmiz 1911-ci ildə anadan olub, 1997-ci ildə dünyasını dəyişib. Anamızın da sümükləri barədə idi. Onu da öz həyat yoldaşının yanına yığdıq. Şəhid qardaşımız, Adil qardaşımız 1970-ci ildə anadan olub. 1988-ci ildə o vaxtı erməni terrorunun, erməni pisliklərinin planları nəticəsində öldürülmüş. Əskərlik zamanında başına müncür oyunlar gəlmiş, çox faciəvi, dünyasını dəyişmiş. Onun da sümükləri ortalıqda idi. Qardaşımız Eyşad ayaq altında gördü. Sabahları 40 olacaq anamız. Elmir ana, biz burada çalışanda Elmir ana evlatlarımın sümükləri, elimin sümükləri barədadır. Artıq onlar sümükləri soyuğa, yağışa, qışa, günəşə öyrəşib. Salih bala, soyuq olacaq sizə, xəstələnəcəksiniz. Seymur balam, soyuq olacaq, xəstələnəcəksiniz. Sizin ananıza nə deyərəm? Gedin evə, qoy sümüklər qalsın. Hava yaxşı olanda gedib yığarsınız, dedi. Əfsuslar olsun ki, sümüklər yığılandan bir neçə vaxt sonra ana da çox pis xəstəlikdən, illərlə xəstəlik olub bilməyib, yəni qəfil